Tənnin köklərinin fərqinin modulunu tapın. Tənnin köklərinin cəmi x1 plus x2 V teoreminə görə 9-a bərabərdir. Hasili isə x1 vurulsun x1 vur x2 bərabərdir 14-ə. Kökləri fərqinin modulu bizdən tələb olunur. Yəni x1 çıxılsın x2-nin modulunu tapaq. Bunun üçün biz x1 çıxılsın x2-nin mötərizə kvadratını tapıb kök ala bilərik. Yəni, burada fərqin cəmi bilirik, lakin fərqini tapmaq üçün x1 plus x2-nin mötərizə kvadratı və buradan biz əgər 4 dənə x1, x2 hasilini çıxsaq, bizə verəcək x1 çıxılsın x2-nin mötərizə kvadratı. Yəni, x1 minus x2-nin mötərizə kvadratı. Və bu ifadəni tapıb oradan kök alsaq əgər, bizə lazım olan cavabı verəcəkdir. x1 plus x2 9-dur. 9-un kvadratı çıxılsın 4 vurulsun 14. Deyilir 81 çıxılsın 56. 81-dən 56 çıxanda deməli 5, 25. Bəli, bu ifadəni kök altda və kvadrat şəklində yazdıqda modulunu aldığımız üçün kök altda 25-dən 5 alınır. Deməli, cavab da elə 5 olacaq.